Deyir, bax, köynələr. Bax, fikir verin, hə, köynələr demirəm. Burada, bax, köynələr deyirəm. Deyirəm, həm də ümid eləyirəm ki, həmən o köynələrin arasında 100% kimsə olacaq ki, dövlət yol polisində yaxşı bir vəzifə sahibi olsun. Yəni ona şəxsən müraciətim var ki, bizə kömək eləsin ki, bax bu yolda, fikir verin bir daha bu yola. Yəni indi köynələr biləcək də bu hansı yoldur. Bu, hələ bil ki, o 20 nömrəli məktəbin yanından biz düz gedirik Şəhidlər Xiyabanına gedəndə, sonra dönürük sağa, Ordu İdman Klubuna gedən yol. İndi müraciətim də nədədir? Bax, bu yolda 100% o xüsusi belə qurğular var ki, maşınlar gedəndə maşınların sürətini azaldır. Doğru dildə ona lejaçi politseyski deyirlər. O olmalıdır. Çünki bax oradan bura dönən sürücülər özlərini bir anlıq farsaj kinosunda hiss edirlər. Əslində mən onları da qınamıram buna görə. Yəni təsəvvür eləyin ki, yazıqlar da yol boyu probka, tıxac, dəlxana, stres birdən dönürlər burada bax belə gördüyünüz kimi trampolin kimi, şüşə kimi bir yol var. İndi burada deyir qaza basmayasan, nə edəsən? Yəni çox çətindir özünü saxlamaq. Mən bunu anlayıram. Amma biz onu başa düşməliyik ki, bax burada, baxın, 20 nömrəli məktəb. Uşaqların gedgəl yeri, qabaqda yaşayış massivi, həmçində qabaqda Ordu İdman Klubunda çox sayılı uşaqlar cürəbəcür idman məşqlərinə gedirlər. Xüsusən, yəni gecə vaxtı bu küçə qaranlıq olur. Hələ necə deyərlər, bir dənə də müraciət Azər işığa eləyək ki, imkan varsa buranı biraz da yaxşı işıqlandırın da ki, bura işıqlı olsun. Yəni bura demək olar ki, təhlükədir. Burada o dediyim qurğular mütləq instalyasiya olunmalıdır. Yəni mənə elə gəlir ki, gözləməyə ehtiyac yoxdur ki, hansısa hadisə baş versin və ondan sonra ayılsınlar, burada o mən dediklərimi instalyasiya eləsinlər. Xahiş edirəm, dövlət yol polisi, sizdən artıq dərəcədə xahiş edirəm. Burada yaşayan bir sakin kimi, bu ərazidə yaşayan bir sakin kimi. Mütləq bura o lejaçi politseyskilərdən quraşdırın. Bu qədər qəlbdən qəlbə.